Salam dostlar, kanalıma hoş gelmişsiniz. Bugün sizinle gedirik Baku Elektroniksa 8. mikrorayonda yerleşen Baku Elektroniksa ve burada gördüklerimi, aldıklarımı size göstereceğim. 2 gün önce Narimanov Baku Elektronik'a gitmiştim. Orada təəssüf ki istediğim depoda olmadı. Ona göre bugün buraya gelmişim ama şimdi size orada olan kadrları, çektiğim kadrları da göstereceğim. Böyle bir test var, hususi teklif. Şu kıymeti. Demek 3 tane. Üçlü dəsti. Belə boşa düşdüm. Yoxsa 3 dəsti 10 parça. Hər dəstə 10 parçadır. Bu da Rusiyanındır. Çok sağ olun. Kazanlara baxıram. Bunlar tək satılırlar. Bunlar Tək, ha. Bunlar duxovkaya da gedə bilər. Aha. Dəmir qaşıq da vurmaq olur. Qalınlığı 5-5.5 mm arası dəyişə bilər. Bəli. Çok sağ Onun olun. komplekti də var. Amma onlara endirim də var, hə? Bəli. 45%. Yəni bu qiymətdən 45%. Yəni bu 105 manatdan düşəcək məsələn 58 manata. Komplektlərini də gördüm orada. Komplektində bir şey var ki, tavalarının qopu çıxa bilir. Duxovkaya gedə bilər. Amma belə aktivlə satılanda bunların qopları çıxır. Başa düşdüm. Taksit kartına 18 aya qədər bölünə bilər endirimli qiymətdə. Aha. Daxillikdən 6 aya bölünür faizsiz şəkildə. Çox sağ olun xanım, məlumat üçün sağ olun. Təxmini ilə eyni qiymətdədirlər, 104-105 почти manat. Gəlin baxaq burada nə var. Mənə qazan lazımdır, qazan dəstləri lazımdır. Qazanlarımı yeniləməliyəm. Dostlar, təəssüf ki çox mağazada musiqi olur və çəkiliş edib sonra onu montaj edib, onsuz da montaj edirəm, amma ayrıca səs yazmaq ya da ki müəllif hüquqları olmayan mahnı tapıb yerləşdirmək çox vaxt alır. Ona görə də son zamanlar video az çəkirəm, amma davam edəcəm çəkilişlərə. Bu dəst, hə, bax bunlar haqqında. Bunlar ayrı-ayrı satılır. Hə, Bunlar Rusiya istehsalıdır, Nevarlıdır. Sankt-Peterburg ölkəsinə istehsala gedirlər. Bunlar da duxovkaya gedə bilir, amma bunlara dəmir qaşıq vurmaq olmaz. Qəşəngdir, amma sadəcə bir şey var ki, ancaq silikon, taxta, plasmas qaşıq istifadə edilməlidir. Yəni dəmir qaşıq vurmaq olmaz. Ölçüsü də məsələn bunun 5 litrdir. Hündürdür, amma biraz dardır. Məsələn şahpulov falan da bişirməlisiniz, rahat şəkildə istifadə edə bilirsiniz. Yandırıb yapışdırmır. Məsələn tavalar da var, həm belə həm 2 qutlu, həm məsələn digər astaqanda olanlar da var ki, hamısı 45% əlavə endirimdədir. Demə bu qiyməti məsələn bu 100 manat olacaq, 55 manat. Bax belə. 80 manat düşəcək 44. Amma bu tərəfdəki bir dənə bu da var. 2 qutlu. Bu da 58 manata düşəcək. Buna dəmir qaşıq vurmaq olur. Olur ha. Qalınlığı daha çoxdur, bəli. Bu da onun qazanıdır ki, bu da tutur deməli neçə 7 litr olmalıdır. 7 litr. O balaca 100 manata olan göstərdiniz sizə, o boyda yoxdur. Bax, o razmer mənə daha çox uyğundur, nəinki bu. Bu elə bil mənə böyükdür. Biraz ondan böyükdür. Amma deyim ki, zaten qazana dəmir qaşıq çox vurmurlar ki, tava deyil ki, deyim, məsələn vurasın. Onu götürə bilərsiniz, yəni ölçü olaraq sizə uyğunsa. Ölçü olaraq, bəli, o daha uyğundur. İkisi də Rusiyanındır. Sadəcə biri Gorisa markasında, biri Neva markasında. Birinin qalınlığı daha çox olur, çünki dəmir qaşıq vurmaq olsun deyə. Günümüzdə çoxsu artıq dəmir qaşıq istifadə edir, yəni. Düzdür, də. Məsələn, siz adamın yadından çıxır, bilirsiniz, götürüb vura bilərsə də dəmir qaşıq ona görə. Onlar vurmur, amma bəylər, uşaqlar evdə kimsə olanda belə vurur. Heyf olur da, ona görə. Çox sağ olun məlumat üçün. Çox. Onun depoda yenisi yoxdur, vitrində qalıb. Bu qədər seçdim, qazan, amma ki depoda olmadı.
Yəni endirim olanda mağazada mənə elə gəlir ki, depoda kifayət qədər olmalıdır da mal ki, müştəri alanda təqdim eləsinlər, amma təəssüf ki, olmadı. Mən naqilsiz plisoslara da çoxdandır baxıram, istəyirəm alım, amma yəni qiyməti ucuz deyil və bunların əl plisoslarının naqillə olanı da var. Hətta mən bir ara baxırdım başqa mağazalara, elektron mağazalarına ki, harada uyğun qiymətə çox baha olmayan alıb istifadə etmək olar. Siz yazın, hardan daha yaxşıdır almaq. Bu firma əlbəttə ki, əladır, Karcher. Amma yəni ki, bunların aparatlarını çox istəyərdim almaq. Evdə, yəni hər yanı təmizləmək olurdu ondan. Duxovkanı, hər yanı, mebelləri, polları, yəni bütün künc bucaq, hər yanı, amma yəni ki, qiyməti. Bu pəncərə siləndi deyəsən, ütüdür. Karcher çox yaxşı firmadır. Bu da yəqin ki, plisosdur. Yaxşıdır qiyməti plisosun. Amma naqilsiz plisos. İndi soruşacağım, görüm Karcher varmı? Karcher'ın özünün də dükanları var, ofitsialini. Orada yəqin daha yaxşı qiyməti almaq olar. Sonra bu var. Tefal. Bunların nəyi pisdir ki, bunlar zaryadka yığırlar və qısa bir zaman işləyirlər. Tez-tez gərək bunu qoyasız zaryadkaya. Burada da bunlar var. Kimsə istifadə edirsə yazın da necədir? Razı qalmısınız? Baxın, məsələn, bu endirimdədir. Baxın, cərəyan yığma vaxtı 4 saat və işləmə vaxtı 40 dəqiqə. Çinindim. Yoshiro. Düz oxuyuram yəqin ki. Bura artıq 8-ci mikrorayonda olan Baku Electronics'də. Burada indi baxır qız görə həmin mən seçdiyim qazan varmı skladda. Nariman filialında skladda olmadığı üçün mən almadım. Orada işləyən xanım dedi ki, aformit eləyim. 3 gün sonra gəlin götürün. Mən də bilmədim, vaxtım olacaq 3 gün sonra ora getmək yoxsa yox. Baxın, nə bahalı dəstim. Yəqin ki, materialı nəysə. Oy, elə yüngüldür ki. Çox. Yəqin ki, farfordur. Çox qəşəng çaşqalardır. Nə gözəl dəstlərdir. Əsl cihazlikdir. Dəstə qəşəngdir. Kazandan burada bir dənə vitrin qalır. İstəyirsə sizə mərkəzdən bardan yazaq 3 günə gəlsin. Olar elə? Baxın, nə maraqlı dəsti. Nə üçündür görəsən? Şkatolçikadır. İçində yəqin ki, nəsə. Hər şey qoymaq olar əslində. Piçenya da qoymaq olar. Şimdi burada da yoxdur. Burada Christopher bir bahalı firma var, Christopher. Onun belə yumurtası var, balaca. İçində balaca çay. Yəni dəstəri. Çay üçün çay qaşıqları. Onu oxşadıblar. Qazan olmadığı üçün heç çəkiliş də eləməyə həvəsim qalmadı. Bu firmanı mən işlədirəm, evdə var. Qab-qacağım yaxşı firmadır. Bir tək bunun qiyməti. Dostlar, mən buradan çıxdım və düzü çox narazı qaldım. Niyə görə? Çünki
Bilmirəm nəyə görə bunlar mal satır, amma ambarda mal yoxdur. 3 gün sonra gələcək. Bu nə deməkdir? Niyə alıcı 2 dəfə gəlməlidir ki, mağazaya 3-4 gündən sonra gələcək? Bu nə deməkdir? Yəni satırsınızsa mal heç olma onun yəni 1-2 dənə skladda olmalıdır da mağazanın içində. Boşu-boşuna evdən çıxdım. Vaxt itirdim. Və mağazanın içini o qədər isti eləyiblər ki, yəni ki, mümkün deyil. Oradan çıxıb mütləq xəstələnər. Mən onsuz da biraz soyuqlamışam. Yəni mümkün deyil içində qalmağı mağazanın. O qədər isti eləyiblər. İşçilərə ola bilsin yaxşıdır, girirlər, maykadadılar. İnsanları düşünmürlər. Bir çox molların da içi belədir. Məsələn, Metropark dəhşət isti olur. Hər sezon ora elədir, dəhşət isti. İnşallah ki, səsimizi bəlkə eşidən olar, buradan heç olmaya deyək sözümüzü. Belə. Burada çoxdandır buralarda olmuraq. Pizza açılıb burada. Akazıvaysa. Amma içi bomboşdur. Bəlkə bilməyənlər var, göstərim. Vasimoyda, burada elə Samsung'un arxasıdır. Baku Electronics'ın. Əcəmi Naxçıvani küçəsi. Burada nədir? 100 ildir burada olmamışam. Çoxdandır belə bir çəkilişimiz olmayıb sizinlə. Baxın, bu dükkanı axtarırdım. Yazılmışdı ki, Ayna Sultanova'da hardasa var. Amma görsünüz, heç gözlənilmədən qarşıma çıxdı. Axtarsam bəlkə də çətin tapardım. Qaymaq firmasının mən məhsullarını alıram və onların öz mağazalarının olmağını bilmirdim. Yeni öyrəndim və baxın, girək baxaq görək nə var.